Salam. Bugün əlimizdəki mənbələr, maç reportajı və taktiki analiz əsasında Traktorun Asiya Elit Liqasında BN-in güclü komandası Əlvəhdə ilə oyununu dərindən təhlil edəcəyik. Salam. Yadigar İmam Stadionunda 50 min azərkeş önündə keçən oyun, amma nəticə 0-0. Bəli. Gəlin görək, niyə belə oldu? Əsas məqamlar, taktiki gedişlər, məqsədimiz bunları aydınlaşdırmaqdır. Başlayaq. Başlayaq. Həqiqətən də bu oyun Traktor üçün öz meydanında, yəni Asiya səviyyəsində ilk oyunudur. Gözləntilər böyük idi. Həm də rəqib. Rəqib də zəif deyildi, əsla. Bəyanın əlvəhdəsi. Hətta deyirlər, bazar dəyəri Traktordan təxminən 3 dəfə çoxdur. Vay be, bu əlbəttə konteksti dəyişir. Tamamilə. Yəni, bu gərginliyi, qolsuz nəticəni anlamaq üçün bu vacibdir. İtirəcək şeylər var idi hər iki tərəf üçün. Oyuna baxsaq, mənbələr deyir ki, Əlvəhdə əvvəl təzyiq göstərmək istəyib, amma Traktor azərkeş dəstəyi ilə tez oyuna girdi, təşəbbüsü ələ aldı. lakin ilk hissədə, xüsusilə ilk 25 dəqiqədə deyəsən, elə ciddi qol vəziyyəti olmayıb. Bu sizə təəccüblü gəlir. Yox, açığı təəccüblü deyil. Belə gərgin, əhəmiyyətli oyunlarda, xüsusən başlanğıcda komandalar bir-birini öyrənir, riskdən qaçır. Bu normaldır. İlk real təhlükə deyəsən Traktor qapısı önündə oldu 31-ci dəqiqədə. Bəli, 31-ci dəqiqə. Əlvəhdədən Facundo Daniel başla zərbə vurdu, amma Beyranvənd iki cəhddə topu tutdu. O an sanki oyunu biraz canlandırdı. Elədi. Traktor da cavab verdi. Çox keçmədi, 5 dəqiqə sonra. İsmailifərin ötürməsi. Bəli, Daniel İsmailifər ötürdü, Haşim Nejat başla vurdu, təhlükəli idi amma. Amma müdafiəçi çıxartdı. Lukas Pimenta, bəli. Ştrokeldən əvvəl davrandı. Ardınca da Nadirinin sərbəsi oldu, amma o da qeyri-dəqiq. Yəni, Traktor təzyiqi artırmaq istəyirdi. Və ilk hissənin yəqin ki, ən yadda qalan anı, hissənin sonu, Beyranvəndin o qəribə çıxışı. Bəli, az qala bəla olacaqdı. Amma Şuca Xəlilzadə o akrobatik hərəkətlə topu xəttdən çıxarması möhtəşəm idi. Həqiqətən möhtəşəm. Həm o an müdafiədəki gərginliyi göstərdi, həm də ki, fərdi ustalıq nə qədər önəmlidir. Baxmayaraq ki, Beyranvənd o an səhvə yol verdi, amma oyunun qalanında əla idi. Bəli, çox vacib rol oynadı. Nəysə, ilk hissə 0-0 bitdi. İkinci hissə başladı və yenə Əlvəhdə az qala qol vuracaqdı. Kayonun zərbəsi. Qapı yanından keçdi, təhlükə sovuşdu. Amma Traktor dərhal cavab verdi. 50-ci dəqiqə. Yenə İsmailifər. Bəli, İsmailifər yenə cinahdan yaxşı girdi, təhlükəli ötürmə etdi. Ştrokel çox yaxın idi qola, amma yenə müdafiəçi son anda. Qarşılıqlı hücumlar davam edirdi deyəsən. Bəli, oyun açılmışdı artıq. Sonra bir neçə az qala anı daha. 54-cü dəqiqə Tadiçin ötürməsi, Hüseynzadə az qala öz qapılarına vuracaqdı başla. O epizodda təhlükəli idi. 2 dəqiqə sonra isə Məhəmməd Qurbaninin çox güclü zərbəsi, amma Beyranvənd. Yenə Beyranvənd. Möhtəşəm reaksiya. Fantastik seyv idi və sonra 65-ci dəqiqədə yenə Facundo Danielin baş zərbəsi, Beyranvənd inanılmaz sıçrayışla onu da tutdu. Onun performansı qapının toxunulmaz qalmasında, yəni açar rolunu oynadı da. Sözsüz, tamamilə açar rolunu oynadı. Traktor təzyiqi artırdı amma 66-cı dəqiqə Hüseynzadə ötürdü, Haşim Nejat başla vurdu, amma yenə dəqiqlik yox. Çatmadı, bəli. 2 dəqiqə sonra Haşim Nejadın o möhtəşəm qaçışı, geriyə ötürməsi, amma Nadirinin ayağına oturmadı da top. Nə qədər əldən verilmiş fürsət. Bax, bu məqamlar göstərir ki, Traktor qol vəziyyətləri yaradırdı artıq, amma ya son toxunuşda problem var idi, ya da bəzən doğru oyunçu doğru yerdə deyildi. Məsələn, bu Nadiri epizodu kimi. Və oyunun ən böyük, ən ağırlı şansı 84-cü dəqiqə. Əlvəhdə qapıçısı səhv etdi, top Hüseynzadəyə gəldi. Boş qapı demək olar, amma vura bilmədi. İnanılmaz bir şəkildə qaçırdı o fürsəti. Bütün stadion şokdaydı yəni. Mütləq. Bu, belə oyunlarda, yəni bağışlanmaz fürsətlərdəndir. Əsl məyusluq anı idi azarkeşlər üçün. Və son acı məqam 88-ci dəqiqə Ştrokel təkbətək vəziyyətdə. Dirək. Topu dirəyə vurdu, tribunlarda necə bir təəssüf və oyun 0-0. Qələbəyə bu qədər yaxın ikən. Çox yaxın idi, həqiqətən. Bu sadəcə bəxtsizlik idi, yoxsa başqa səbəblər də var idi. İndi gəlin o taktiki analizə baxaq.
Mənbələr bu qolsuz yetişəni necə izah edir? Əla sualdır. Taktiki analiz əslində çox maraqlı məqamlara işıq salır. Əsas fikir nədir? Traktor özündən, necə deyim, qat-qat bahalı, güclü bir rəqibə qarşı adi oyununu oynaya bilməzdi. Məntiqlidir. Məşqçi, yəni Dragan Skočić ilk növbədə əlvəhdənin güclü tərəflərini, yəni təhlükələrini neytrallaşdırmalı idi. Bu birinci prioritet idi. Bəs nə idi əlvəhdənin o güclü tərəfləri? Analiz nə deyir? Əsasən cinahlardan hücum qururdular. Çoxlu ötürmələr, xüsusən cinahdan mərkəzə və standart vəziyyətlər, künc zərbələri, cərimə zərbələri, bunlara çox güvənirdilər. Tadiş faktoru da var idi yəqin. Əlbəttə, Dušan Tadić kimi bir oyuncu onun cinahdan mərkəzə keçib bir növ hücuma meyilli yarım müdafiəçi kimi oynaması, traktor müdafiəsinin dərinliyinə sızması bu ciddi risk idi. Aydındır. Bəs Skočić buna qarşı nə etdi? Konkret olaraq taktika nə idi? Sistemdə dəyişiklik oldu mu? Çox maraqlı bir yanaşma seçdi. Mənbələr qeyd edir ki, o çox güman ki, əvvəlki fəcrlə oyunda bu taktikaları yoxlamışdı. Hazırlıqlı idi deməli. Bəli. Sistemi elə qurdu ki, cinahlar maksimum bağlansın. Xamırbəyovu ən dərin yarım müdafiəçi, yəni lövvər rolunda istifadə etdi. Müdafiənin qarşısında bir sipər kimi. Hətta top komandada olanda mərkəz müdafiəçilərinin arasına girdiyi də deyilir. Düzdür. Top traktorda olanda Xamırbəyov geri çəkilir. Mərkəz müdafiəçiləri ilə birlikdə sanki üçlü müdafiə yaranırdı. Bu nəyə imkan verirdi? Cinah müdafiəçiləri Sedlar və İsmailifər daha irəli çıxa bilirdilər, oyuna qoşulurdular. Maraqlıdır. Həm müdafiə möhkəmlənir, həm də cinahlar aktivləşir. Bəs mərkəzdəki digər iki yarım müdafiəçi, Postavski və Şiri, onların rolu nə idi? Bax, bura daha da incə məqamdır. Kağız üzərində onlar mərkəz yarım müdafiəçi, CM kimi görünürdülər, amma analiz deyir ki, əslində daha çox müdafiəyə meyilli DM funksiyaları yerinə yetirirdilər. Vəzifələri də dəyişkən idi. Necə yəni dəyişkən? Məsələn, Tadić sağdan mərkəzə girdisə, ona yaxın olan yarım müdafiəçi, deyək ki, soldakı Postavski ona təzyiq edirdi. Bu zaman digəri, Şiri, mərkəzi bağlayır, boşluğu qapıyırdı və əksinə, dinamik bir müdafiə bloku idi. Üstəlik cinah hücumçuları da geri qaydırdı deyəsən. Haşim Nejad, Hüseynzadə. Tamamilə. Onlar da müdafiə fazasında çox geri qayıdıb öz cinah müdafiəçilərinə kömək edirdilər. Beləliklə cinahlarda demək olar həmişə traktor say üstünlüyü yaradırdı. Çox qatlı mürəkkəb bir sistem qurulub. Bəs bu taktika işə yaradı mı? Həqiqətən əlvəhdə hücumlarını dayandıra bildilər? Mənbələrə görə böyük ölçüdə bəli. Analizdə hətta belə bir ifadə var. Əlvəhdənin hücumu demək olar ki, işləməz hala gətirildi. Ciddi ifadədir. Bəli, onların o azsaylı real şansları ya Beyranvəndin o fantastik sevləri ilə Ya da Xalizadənin möcüzəsi ilə. ya da öz hücumçuları qeyri-dəqiq oldu. Bir maraqlı detal da var idi. Əlvəhdə oyunun əvvəlində yüksək pressing edirdi. Topu çıxararkən sıxmağa çalışırdılar. Bəli, amma Beyranvəndin ayaqla oyunu, soyuqqanlığı bu pressingi neytrallaşdırdı. Analizə görə hardasa 30-cu dəqiqədən sonra Əlvəhdə artıq o pressingdən əl çəkdi, daha geri çəkildilər. Deməli anladılar ki, traktoru elə asanlıqla sıxmaq mümkün deyil, gözlədiklərindən daha müqavimətli çıxdılar. Tamamilə. Oyuna, yəni aydın şəkildə qələbə üçün başlamışdılar, amma xüsusilə ikinci hissədə 60-cı dəqiqədən sonra gördülər ki, traktor təhlükə yaradır, xüsusən Haşim Nejad, İsmailifər cinahlardan problem yaradır. Başa düşdülər ki, istədikləri dominantlıq alınmır. Və nəticədə? Nəticədə analizə görə onlar daha çox heç-heçəyə razılaşmağa başladılar. Yəni bir xalı qorumağa çalışdılar, daha müdafiəyə çəkildilər. Bu məntiqlidir. Bəs rəqibin geri çəkildiyini görən Skočić dərhal hücuma atıldı, dəyişikliklər etdi. Bax, burada məşqçinin, belə deyək, ehtiyatlılığı görünür. Əvvəlcə oyunçu dəyişmədi, çünki müdafiə sistemi yaxşı işləyirdi, oyunçular tapşırıqları yerinə yetirirdi. Risk etmək istəmədi yəqin. Bəli, amma 60-cı dəqiqədən sonra əlvəhdənin tam çəkildiyini görüb maraqlı bir şey etdi. Oyunçuları dəyişmədən sistemi dəyişdi. Necə yəni? Oyuna 4-1-2-2, yəni 4-3-3-ə bənzər başlamışdılarsa 4-1-3-2-yə keçdilər. Hüseynzadəni Ştrokelə daha yaxınlaşdırdı, ikinci hücumçu əsas kimi. Daha sərbəst oldu. Haşim Nejad isə cinahda daha da azad buraxıldı. Məhz bu dəyişiklikdən sonra traktorun ən real qol şansları yarandı. Anladım. Deməli, əvvəlcə sistemdə oynadı, sonra oyuncu dəyişikliyinə keçə bilərdi bəlkə. Ehtimal ki, plan buydu.
Görünür rəqibin əsas silahları meydanda olduğu müddətdə riskə getmədi. Amma yenə də qol gəlmədi. Baxmayaraq ki, sistem dəyişdi, şanslar yarandı, taktiki analiz bunun səbəbini necə izah edir? Problem ancaq son zərbələrdə idi. Bəxtsizlik. Analiz burada bəzi, necə deyim, ziddiyyətlərə və ya uyğunsuzluqlara toxunur. Bunlar da təsir etmiş ola bilər. Məsələn, Məsələn, bir epizod var, İsmaili Fər cinahdan topu qaldırır uzaq dirəyə. Orada Haşim Nəcad var. Amma analiz deyir ki, Haşim Nəcad başla oyunda elə də güclü deyil. yəni ötürmə var, amma oyunçunun ən güclü tərəfinə uyğun deyil. Bəli, təxminən belə. Başqa bir epizod, Haşim Nəcad özü əla keçir, rəqibləri aldadır, topu geriyə çıxarır, o cutback deyilən ötürməni edir, amma ötürmə Solaxay Nadirinin zəif sağ ayağına gəlir. Ha, bu da vacib detaldır. O cür ötürmələr adətən bir toxunuşla zərbə üçün olur. Düzdür. Sağ ayaqla çətin idi ona. Başqa taktiki səbəblər var mıydı analizə görə? Bəlkə də ən vacibi elə həmin o cutback epizodu ilə bağlıdır. Həmin anda meydanda hələ də 3 müdafiə meyilli yarım müdafiəçi var idi. Xamur Bəyov, Postavski, Şiri. Yəni, Nadirinin olduğu o zonada, cərmə meydançası ətrafında Tibor və ya Loşkiya kimi daha hücuma meyilli, uzaqdan vura bilən, ikinci dalğa ilə gələn bir yarım müdafiəçi yox idi. Analizə görə, əgər belə bir oyuncu orada olsaydı, bəlkə də o epizod qolla bitə bilərdi. Çox maraqlıdır. Deməli, müdafiənin möhkəm saxlamaq prioriteti hücumda müəyyən anlarda fərqli oyuncu profilinin olmamasına səbəb olub. Anladım. Bəs Ştrokelin dirəyə vurduğu top. Orada taktiki bir məqam var. Ştrokelə gəlincə, təhlildə onun texniki keyfiyyətinin, belə deyək, dəyişkən olduğu deyilir. Yəni, qeyri-stabil performans. Bəzən əla, bəzən yox. Elədir. Həm də onun bu cür müdafiəyə fokuslanan sistemdə tək hücumçu üçün ideal tip olub-olmadığı sual altına alınır. Mənbələr deyir ki, onun topu saxlamaq, rəqibi cəlb etmək, komanda yoldaşlarına yer açmaq, rəqibi cərmələtmək üçün bəlkə də lazımı yüksək texnikası çatışmır. Yəni, fərqli tip forward daha effektiv ola bilərdi o vəziyyətdə. Ola bilərdi, bəli. Amma bu təbii ki, fərziyyədir. O an bəxt də rol oynadı, dirəyə dəydi. Deməli, ümumiləşdirsək, vəziyyət belədir. Skoçiçin müdafiə planı əsasən əla işlədi. Güclü rəqib zərərsizləşdirildi. İkinci hissədə sistem dəyişikliyi ilə hücumda çoxlu şanslar yarandı, amma qol olmadı. Səbəblər, son zərbələrdə dəqiqlik, soyuqqanlılıq çatışmazlığı. Bəxtsizlik də var idi. Bəxtsizlik, bəli. Bəzi epizodlarda taktiki uyğunsuzluqlar, ötürmənin yanlış ayağa ya da başla yaxşı oynamayan oyunçuya verilməsi. Və bəlkə də ən önəmlisi, müdafiəni qorumaq adına hücumda bəzi zonalarda lazımi profilli oyunçunun, məsələn, hücuma meyilli yarım müdafiəçinin olmaması. Düzdür. Analizdə deyildiyi kimi, Skoçiç bəlkə 70-ci dəqiqədən sonra Şirinin yerinə Tiboru buraxa bilərdi. Riski artıra bilərdi. Bilərdi. Amma görünür, rəqibin əks hücum potensialından, Tadic kimi oyunçulardan ehtiyat etdi, çəkinib. Klassik məşqçi dilemması. Tam olaraq. Müdafiəni qoru, yoxsa qələbə üçün riskə get. O daha ehtiyatlı yolu seçdi. Komanda şans yaratdı, amma qol vurmadı. Amma o da var ki, rəqib də istənilən an cəzalandıra bilərdi. Ona görə heç-heçə tamamilə məntiqsiz deyil. Beləliklə, Traktor üçün Aziya Elit Liqasında, öz meydanında, 50 min azərkeş önündə, vacib oyunda 0-0. Bəlkə də azərkeşlər üçün biraz məyus edicidir, çünki qələbəyə çox yaxın idilər. Şübhəsiz, o qədər şansdan sonra... Amma təhlil göstərir ki, bu həm də güclü rəqibə qarşı çox düşünülmüş taktika, Beyranvənd kimi fərdlərin qəhrəmanlığı ilə əldə edilmiş vacib bir xal idi. Hücumda isə o qaçırılan fürsətlər, bəzi taktiki nüanslar qələbəyə mane oldu. Bəli, bu oyun onu göstərdi ki, bu səviyyədə təkcə yaxşı müdafiə və ya şans yaratmaq yetərli deyil, yaradılanı da dəyərləndirmək lazımdır. Maksimum effektivliklə. Bu, Traktor üçün həm təcrübə oldu, həm də gələcək üçün düşünülməli məqamlar buraxdı. Plan işlədi, amma son nöqtə qoyulmadı. Və sonda sizə bir düşüncə mövzusu, analizdə Skoçiçin ehtiyatlı davrandığı, hücuma meyilli Tiboru daha tez meydana atmadığı qeyd olunur. Xüsusən 60-cı dəqiqədən sonra rəqibin geri çəkildiyini, Traktorun çoxlu şanslar yaratdığını, amma bəzi epizodlarda cərimə meydançası ətrafında fərqli tip oyunçuya ehtiyac duyulduğunu nəzərə alsaq,
Əgər məşqçi daha cəsarətli olsaydı, məsələn, 70-ci dəqiqədə Şirinin yerinə Tiburu buraxsaydı, oyunun son 20 dəqiqəsi fərqli ola bilərdimi? Bu ehtiyatlılıq traktora iki xala başa gəldi, yoxsa bu sadəcə uğursuzluq və bəxtsizliklə dolu bir axşam idi? Bunun üzərində düşünməyə dəyər.